Elə bir səhər yeməyi düşünün ki, isti yeməklərinin birini özünüz hazırlayırsınız. Məncə çox maraqlı və qeyri-adi bir konseptdir və bu səhər yeməyi setini siz iskeledə bəhbəhlə yeyə bilərsiniz. Bizim isti yeməklərdən birini bibisinin balası Ağarza öz əlləri ilə hazırladı. Buranın səhər yeməyini çox bəyənirəm, çünki verilən məhsullar orqanikdir. Yumurta olaraq belə kənd yumurtasından istifadə edilir. Qaymağı əsl Gəncə qaymağı. Digər ərzaqlar da əla keyfiyyətdədir. Bağa da yaxın olduğu üçün ağlımıza restoran deyəndə elə məhz birinci bura gəlir. Yayda tez-tez bura gəlirik, nəinki səhər yeməyinə, axşam şou proqramları da möhtəşəm olur. Bu arada həftə sonları səhər yeməyində belə şou proqram var. Masada gördüyünüz bütün bu təamlar səhər yeməyinə daxildir, əlavə heç bir şey sifariş etməmişik. Qiyməti isə adam başı 27 manatdır. Bu qiyməti siz təkcə səhər yeməyinə vermirsiniz, ab-havaya, əla servisə, möhtəşəm şou proqrama və unudulmaz xatirələrə verirsiniz. Bir də iskeledə onu bəyənirəm ki, çay-çaynikdə deyil, bir dəfəli elə samavarda gətirilir. Məkan çox gözəldir, estetikdir, foto zonaları da var. Tez-tez müxtəlif ölkələrin gecələri keçirilir, hətta konsertlər belə keçirilir. Misal üçün elə bugün İlyas Yalçıntaşın orada konserti baş tutacaq. Hər kəsə bura getməyi tövsiyə edirəm, aşağıda səhifələrini də mütləq qeyd edəcəm.